Bir təcili xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa üstəgəl işarəsini bir dəfə vurun, kanalımıza abunə olun. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə istintaqa aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. Statinfo xəbər verir ki, cinayət işi üzrə toplanmış materiallar əsasında Azərbaycan Baş Nazirinin sabiq birinci müavini uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib. Ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Bildirək ki, Abbasov 92-ci ildən Baş Nazirin birinci müavini vəzifəsində çalışıb, bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb. Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspora strukturlarını ələ keçirib, təsir altına salmaq istiqamətində pozucu fəaliyyət göstərib. 2012-ci ildə yaradılmış qalmaqallı, hamının Milyarderlər İttifaqı adı ilə tanıdığı Rusiya-Azərbaycan Təşkilatları İttifaqının təsisçi və rəhbəri olub.